Təşəkkür edirəm. Hörmətli xanım sədr, hörmətli həmkarlar və qonaqlar. Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyətini və təqdim edilən hesabatı yüksək qiymətləndirirəm. Müsbət səsimi verəcəm. Hesabatın ətraflı təqdimatı üçün hörmətli Vüqar müəllimə təşəkkür edirəm. Audit zamanı görülmüş işin keyfiyyətinin qiymətləndirilməsi də vacib şərtdir. Bu barədə artıq Vüqar müəllim qeyd etdi. Hədəflər icra oluna bilər, vəsaitlər qanuna uyğun, məqsəd yönlü və təyinatı üzrə xərclənə bilər. Lakin sonda görülmüş işin keyfiyyəti tələb olunan meyarlara uyğun deyilsə, bu nəzərə alınmalıdır. Hesabatda qeyd olunan auditin əhatə dairəsinin genişləndirilməsi hədəfinə keyfiyyət uyğunluğu meyarı da əlavə oluna bilər. Ölkəmizdə dayanıqlı inkişaf sahəsində unikal işlər həyata keçirilir. Biz anlayırıq ki, inkişaf təkcə ümumdaxili məhsulda daxil olmaqla əsas iqtisadi göstəricilərlə qiymətləndirilməməlidir. Müasir yanaşmalar ətraf mühitə daha az təsirlə dayanıqlı istehsalı uğurlu sayır. Eləcə də təşkilat və qurumlar keyfiyyət mədəniyyətinin dayanıqlılığını təmin etmək üçün keyfiyyətin ölçülməsi və monitorinqi üzrə daxili güclü mexanizmlər qurmalıdır. Bu, əsas keyfiyyət performans göstəricilərinə də birbaşa təsir edir. Audit hesabatının səmərəlilik elementi üzrə səhiyyə sahəsində zəruri aktivlərin alınmaması və ya gec alınması səbəbindən ehtiyac sahibi vətəndaşlara dərman və tibbi sərfiyyat çatdırılmadığı qeyd olunur. Tibbi xidmətin mürəkkəbliyi və həmçinin əhəmiyyəti bu sahədə dərmanlar və tibbi vasitələrlə bağlı tələbatın planlaşdırma və proqnozlaşdırılmasını çətinləşdirir. Ümumişlək tibbi sərfiyyat malları üzrə ehtiyacı müəyyənləşdirmək mümkün olsa da, dərmanlarla bağlı ehtiyac ölkədə xəstələnmə səviyyəsindən asılı olur. Digər tərəfdən dərmanlar və tibbi vasitələr olduqca spesifik olduğuna görə onların satın alınması tender şərtləri ilə uyğun gəlmir. Yəni, burada malın adını yazmaq olar. Məhz keyfiyyətdə özünü doğrultmuş həmin firmanın preparat adını yazmaq mümkün deyil. Ona görə də ümumilikdə dövlət səhiyyə müəssisələrinin insanlar üçün həyati əhəmiyyət kəsb edən məhsulların satın alma şərtlərinin asanlaşdırılması, vaxta qənaət baxımından süni intellektlə qiymətləndirmələrin aparılması daha məqsədə uyğun olardı. Hesabatda qeyd olunur ki, 32 auditdə dövlət satın almaları üzrə müvafiq hüquqi aktların tələbləri pozulub. Satın alma proseslərində keyfiyyətlə əlaqəli tələblərin artırılmasına önəm verilməlidir. Hər vöyeni olan satın alma prosesində iştirak edə bilməməli, hər daha aşağı qiymət təklifi verən qalib olmamalıdır. Xüsusilə istehsal və tikinti üzrə layihələrdə iş yerinin risk qiymətləndirilməsi hesabatı tələb oluna bilər. Təklif edirəm ki, iş yerində qəzalar baş verən müəssisələr dövlət satın almasında iştirak edə bilməsin. İş yerində qəzalar işə götürənlərə və dövlət büdcəsinə böyük maliyyə yükü gətirir. Bu, həm də mənəvi yükdür. Bu məsələlər zəncirvari şəkildə bir-biri ilə çox bağlıdır. Riskli müəssisə iş qəzaları ilə üzləşərsə, tender öhdəlikləri üçün də risk yaranar. Əksinə, riskləri aşağı olan, işçilərə dəyəcək zərəri minimuma endirən müəssisələrin satın alma prosesində qabiliyyətinin artırılması məqsədə uyğun olardı. Bu mexanizm müəssisələri iş yerlərində keyfiyyəti artırmağa, eləcə də təhlükəsiz və sağlam iş mühiti yaratmağa stimullaşdıracaqdır. Digər təklifim qeyri-hökumət təşkilatlarının seçimi ilə bağlıdır. Bəzi hallarda qeydilərin seçimi ilə bağlı da dövlət satın alma portalı üzərindən müsabiqələrin keçirilməsi halları baş verir. Qrant haqqında qanuna əsasən qeydilərin seçimi yalnız müsabiqə əsasında mümkündür və qrant müqavilələri də müvafiq olaraq Ədliyyə Nazirliyində qeydata alınır. Yaxşı olardı ki, ölkə üzrə qeydilər üçün müsabiqədə vahid yanaşma tətbiq olunsun. Diqqətinizə görə təşəkkür edirəm.